İnşallah belə gözəli sizə də qismət olar, dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız dostlar. Mərdəkandayam. Mərdəkanda Bravodan Üzüqaliyə gedən yolda, əsas yoldan təxmini bir 400-500 metr məsafədə. Yadınızdasa bu evi mən bir dəfə çəkib sizə təqdim etmişdim. İkinci dəfə çəkmə səbəbim o ki, evin qiyməti 525 min manatdan 470 min manata təcili olaraq endirilib. Kısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa istənilən vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm inşallah. 7 sot torpaq sahəsindədir. 250 kvadrat evin yaşayış sahəsidir. 250 kvadratda 2 metr 50 sant hündürlüyündə zirzəmi hissəsi var. Yəni oranı da istəyə uyğun istifadə etmək olar. Bağ evin girişli dostlar. Sənədləri hamısı qaydasındadır, su qaz işıq daimidir. İpoteki yararlıdır. Giriş belə bir jalüz darvaza. Girişin yanında belə əl qapısı, həyətə rahat 4 maşın yerləşə bilər. Çox səliqəli və maraqlı bir evdir. Modern üslubda inşa edilib. Tikinti zamanında yüksək keyfiyyətli materiallardan istifadə olunub. Dostlar, evin görünüşünü görürsünüz. Girişdən sağ tərəfdə böyük bir yayqış mətbəxi var. Tam əşyalıdır. Qiyməti idealdır dostlar, həqiqətən. Bura cam balkondan yığılıb, yayqış istifadə etmək olar. Təbii ki, asılır, bağlanır. Deməli sonra girişdən sağ tərəfdə böyük bir filtrli hovuz. Hovuzun üzərində şəlaləsi, kobra şəlaləsi. Orada saxlanıc otağı var təbii ki. Və bir daha buradan da evin görünüşünü görək. Evin zirzəmisini sizə təqdim etməyəcəm. Çox vaxtınızı almayım deyənə. Evin sağından solundan hava işləmək üçün yetərincə yer var. Bura terasıdır. Mətbəxdən terasa çıxışı var. Terasa manqalı və mini mətbəx yeri var. Təbii ki, bu da həyətin görünüşü. Yaşıllıq zolağı falan da hamısı var. Evin də üzü bahalı daşlarla bəzədilib. Bir də vurğulayıram. Bu günə görə həqiqətən qiyməti çox idealdır. Bizim səhifədən gələnlərdə xüsusi bir endirim var. Ya Allah. Qısa olaraq evlə də sizə tanış edeyim. Geniş bir hol hissəsidir. Ümumi olaraq üstü polu dəyərli izləyicilər. Hol, qonaq otağı, mətbəx, kermogranit, qalan otaqlar bahalı laminatdır. Holu gördünüz dostlar. Holun baş tərəfində belə bir qardırobu yığılıb. Sol tərəfdə böyük bir qonaq otağı yerləşir. 250 kvadrat yaşayış sahəsi qalır. Yəni nəzərə alın ki, həqiqətən də ev çox genişdir və rahatdır. Böyük vitray pəncərələrdir, həyət asılır, hündür tavanlıdır. Yəni tərifləməyə ehtiyacı yoxdur. İnşallah özünüz gələndə şahid olarsınız ki, sözümüzdə heç bir yalan yoxdur. Evə girişdən sağ tərəfdə isə mətbəxi yerləşir. Mətbəx demək olar ki, başlı qonaq otağı boydadır. Mətbəxdə də görürsünüz, elektronika quraşdırılıb. Mətbəxdən də terasa çıxışı var. Maşallah olsun, həqiqətən möhtəşəm. Sonra dostlar, bura evin əsas hamam otağıdır. Ümumilikdə çox səliqəlidir, bir də vurğulayıram. Evin əsas böyük yataq otağı, dəyərli izləyicilər, əşyaları ilə bir yerdə. Rəng seçimləri də ki, əladır. Bunun daxilində özünün qardırobu da yetərincə dərindir. Və evin yataq otağında, daha doğrusu hamam otağı sanitar qovşaqla bir yerdə. Üzr istəyirəm. Bura digər bir yataq otağıdır dostlar. Bu yataq otağında daxilində özünün qardırobu mövcuddur. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar dostlar. Evin əsas qardırob otağıdır. Sanki elə bilim sanitar qovşağıdır, yox, sanitar qovşağı bir təqdim etmişdim. Bura burasına otaq sayılır. Paltaryon falan otağı eləmək üçün idealdır. Daha bir böyük yataq otağıdır dostlar. Eynisi ilə bu yataq otağında daxilində böyük bir qardırobu və sanitar qovşağı hamam otağı ilə bir yerdə. Ümumilikdə 4 yataq otağı var. Yataq otağının ikisində sanitar qovşaq hamam otağı mövcuddur. Bu da 4-cü yataq otağıdır. Bu yataq otağında daxilində böyük bir qardırobu var.
Deməli dostlar, ümumilikdə 250 kvadrat, 5 otaq, 1 mətbəx, 3 hamam otağı və 4 qardirob otağı mövcuddur bu evdə. Bir də ki, zirzəmisini vurğuladım. 250 kvadratda zirzəmisi var. 2,5 metr hündürlüyündə. Təyinatı üzrə istifadə etmək olar. Qiyməti 470 min manata endirilib. Real müştəriyə yenə endirim var. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın.